ən çox bunu 10-cu, 11-ci siniflərdən aldığım sualdır. Mən proqramlaşdırmanı öyrənirəmsə, universitet mənim nəyimə lazımdır deyir çox. Universitet diplomu mənim nəyimə lazımdır deyir. Səncə, yəni bu mərhələdə proqramlaşdırmaya girmisən və yaxud da IT-nin istənilən bir sahəsinə girmisən də, orada universitet nə dərəcə rol oynayır? Universitet oxumaq səncə nə dərəcə sənə xeyri olub orada? Gəlin açıq deyək də, yəni deyək ki, tam universitet həyatı rol oynamır IT-də. Bu Bir xeyli yanlış səhv olur. çıxar. Ay, Çünki məsələn sən elə ixtisasa düşə bilərsən ki, elə bir müəllim sənə dərs deyə bilər ki, həqiqətən onun bilikləri genişdir və sənə həqiqətən nəsə öyrədib. Amma indi işdir, təsadüf qəbul olmusan universitetə, hansı bir ixtisası oxuyursan, qərara gəlmisən ki, marketinqdə oxuyurdum, gəldim proqramlaşdırmaya həvəsim var. Yaxşı, indi marketinqdə oxuyan tələbənin universitetdə öyrəndiyi ilə proqramlaşdırma arasında nə əlaqə var? Heç bir. O sadəcə onun insan kimi cəmiyyətdə formalaşmağa, dünya görüşünə formalaşmağına kömək edə bilər. Amma məhz o sualınıza ki, 10-cu siniflər necə düşünürlər? Məsələn, onlar hələ ki gəncdirlər də düşünürlər ki, əgər mən proqramçı olacağamsa, bəs mənim bu oxuduqlarım niyə lazımdır? Yəni sonda əgər mən buna yönəlirəmsə və bunun kursuna gedirəmsə, yəni niyə məktəb, universitet bunları oxuyuram? Bu biraz çətindir. Mən düşünürəm ki, lap o yaşdan da proqramlaşdırmaya başlamağa ehtiyac yoxdur. Çünki biraz universitet illəri falan biraz fikir formalaşdırsın. O ərəfədə başlamaq olar. Təcrübə proqramları falan sənə kömək edə bilər ki, reallıq necədir. Bəzən bu tələbələr üçün, hətta məktəbdə oxuyanlar üçün yüklənmə ola bilər. İndidən başlayırlar, çox yükləyirlər özlərini və biraz sıxıcı gələ bilər proqramlaşdırmaq, qorxulu gələ bilər.